Sərxan, eşidirsən bizi əzizim? Səsimiz gəlir? Bəli, bəli, buradayam. Xoş Hə, gördük. burdasan. Xoş Salam gördük. aleyküm. Necəsiniz? Neyinirsiniz? Vəziyyət necədir? Aleykümsalam. Hə, Sərxan barəsində məlumat vereyim. Sərxan mənim çox hörmət elədiyim, çox təqdir elədiyim bir yoldaşımızdır. Deməli, Sərxan bir dəfə bizim canlıya, biz hələ təzə-təzə başlamışdıq canlıları açmağa, canlıya çıxdı və biz Sərxanla uzun söhbət elədik. Xüsusilə terminologiya barəsində. Yadına gəlir də Sərxan. Bəli. O barədə söhbət elədik və sonra da mən ümumiyyətlə başqa canlılarda gördüm ki, Sərxan artıq özü terminologiyaya qarşı danışır və çox sevindim açığı. Və Sərxan əzizimiz, yəni uzun müddət ateist olub və hətta o şeylər yoxdur. Bu çelerin çeylər də, çilərin çeyində olubdur. Onların bir dəstəsində Bəli. olubdur. Və Mən ona hətta qarşı deyərdim ki, ilk cəmiyyətə mən qurmuşam. Hətta deyərdim ki. görsən, bax indi Allahın lütfü ilə Sərxan ateistlikdən uzaqlaşıbdır və onun da bildiyim qədər səbəbi yəni elmi, rasional danışan xüsusilə xristian alimlərin kitablarını oxumaq, onları öyrənməkdir. İndi Bəli. biz Sərxanla təbii ki, biz Sərxanın hidayətini istəyirik bir müsəlman kimi, tam hidayətini istəyirik. Allahdan onun üçün dua edirik. İnşallah o barədə bizim özümüzün burada yox, debat yox, səmimi söhbətlərimiz olacaq. Amma Sərxan, yəni bu ateizm, bu həmin o şaykanın çox məsələlərini bilir və onları tanıyır və onlar da Sərxana yəni Sarxana çox güclü təzyiqlər göstərirlər. Çox güclü təzyiqlər göstərirlər. Sərxanı təhqir edirlər. Hətta onların yəni bir qrupuna mən girdim. Orada yəni təhqir, söyüş, yəni ədəbsizliklər, yəni öz xislətlərini göstərir. Zaten biz onların o şeylərində, bu təhqirlərində, söyüşlərində biz təəccüblənmirik də. Yəni bizi təəccübləndirmirlər. Normal bir şeydir, aydındır. Bir də söz deyim ki, bu təhqir edənlər var ha, böyle lotu danışırlar ha, lotu danışırlar. Üzbəyüzdə birinci gəlmirlər. Amma təkbətək danışanda deyim sizə, yəni tamamilə başqa adam görürsən. Ha, dost olurlar belə. Bizim yəni aydındır, belə natamamlıq sindromu var. Məsəl üçün görürsən ki, gedirlər hansısa bir debata, baxırsan elə əzilib, büzülüb oturub, yəni görürsən ki, sanki insan elə bir fahişənin üzərində tutulubdur. Yəni bundan da artıqını gözləmək olmaz. Ona görə də yəni bax Sərxan bəy burdadır və bu fəlsəfə məsələsi, Sərxan bəy, yəni bu fəlsəfə məsələsində girmək, dərinə getmək, bu şey yəni həyata nə əlavə fayda gətirir? Və siz indi bunu bilirsiniz. Əvvəla hamınızı salamlayıram, qonaqları da salamlayıram və təşəkkür edirəm ki, məni qaldırdınız və mənə söz haqqı verdiniz. Çox minnətdaram. Ümumiyyətlə, mən fəlsəfə ilə ilk səthi olmağa başlayanda, tanış olanda mən ateistik fikirlərə qapılmışdım. Belə dinlərin səhv olduğunu, ümumiyyətlə Allahın varlığına dair sırf da əsasən əks düşünürdüm. Hətta bir neçə məşhur dindar insanların debatlarım da olub Facebookun özündə. Təbii ki, o dövrü yazılarımı falan da oxuyurdular Facebookda məşhur insanlar. Hətta bir neçə nəfərdən mənə təkliflə gəlmişdi ki, birazdan onları da qeyd edəcəm bu barədə. Mən çox araşdırırdım da, Asim qardaş. Belə bir şey var ki, mən öz mövqeyimi də tam həqiqət hesab eləmirdim. Yəni şübhə eləyirdim. Mən düşünürdüm ki, mən şübhə eləyirəmsə, mən mövqeyimin özünə də şübhə eləməliyəm ki, daha rasional bir mövqeyə çatım və yaxud həqiqətə yaxınlaşım ən azından şübhə ilə. Bu şübhə də hissi şübhə deyildi də, ən əsası bilgi çatışmamazlığından yaranan, yəni informasiya yetərsizliyindən yaranan bir şübhə idi, belə deyə bilərik. Və təbii ki, mən bir neçə ateist qrupuna daxil oldum Facebookda 2019-2020-ci illər arasında və orada gördüm ki, məsələn, türk ateistlər idi, adətən çoxu, əksəriyyəti türk ateistlər idi, Türkiyədə yaşayan insanlar idi. Mən elə hesab edirdim ki, siz qrupa girənə qədər elə hesab edirdim ki, ateistlər yəni çox belə mədəni, yəni söyüş-söyməz falan, yəni buna adətən dindarlar edir, ateistlər eləmir falan. Yəni bir növ elə bir mənim təsəvvürlərim yanlış idi. Yəni mən təsəvvürlərimin yanlış olduğunu ilk dəfə orada anladım. Girdim qrupa, gördüm ki, İslam dininə qarşı çox əxlaqsız, ədəbsiz söyüşlər, hərəkətlər, karikaturlar, dəhşət, yəni əxlaqsız karikaturlar var. Qrupun içində. Qrupda da yalnız ateistlərdir. Yəni qrupda inanclı insan yoxdur. Sadəcə ateistlərdir. Mən bir yorum yazdım ki, yəni bu düzgün deyil, bu rasional bir yanaşma deyil. Burada mən necə bu belə qənaətə gəldim, beləyək, bu yazını yazdım. Mən özüm sizə orada yazı yazmaq olur da, yəni haqqım var. Yazı yazdım, səhər-səhər bir yazı yazdım ki,
bəs bizim qrupda belə karikaturlar falan var. Bunu hamı bilir. Bu yanlışdır da. Yəni dini təhqir eləmək yanlışdır. Çünki hər birimizin ətrafında müsəlman var, qohumlarımız müsəlmandır. Yəni ən azından onlara hörmət eləyək. Yəni bunu eləməyək də. Gördüm ki, mən daşqalaq olundum orada. Yəni konkret hamı mənə qarşı idi. Yəni orada 1-2 nəfər var idi mənə razılaşan ki, o inanmıram da onlar indi də ateist qaldılar. Və mən artıq orada ilk təsəvvürlərimin yıxıldığını hiss elədim də ki, ateist təsəvvürü ki var idi məndə ideal insan. O təsəvvür yıxılmışdı. Gördüm ki, yox, ateistlər də sən demə inanclı insanlardan daha radikal ola bilirlərmiş də. Sonra o qrupdan çıxdım. O qrupdan çıxdım. Təbii ki, yeni yazı yazırdım, amma söyüş və yaxud da Quran ayələrində belə var və yaxud da karikaturlarla təhqir eləmək filan, satira adı altında təhqir eləmək bundan söhbət gedir. Belə bir yanaşmalarım olmadı və araşdırma eləyirdim. Sözün açığı həmin dövrdə araşdırma eləyirdim. Russell, sonra Martin var müasir dövrdə, Opi var ateistlərdən, Dawkins var ən məşhur populist ateistdir, Sam Harris var, Daniel Dennett var. Yəni bunlar məşhur ateistlərdir. Mən ilk öncə Dawkinsin əsərini oxudum. Çox populyar bir əsərdir biz ateistlər arasında. Sonra Hitchens'in əsərini oxudum. Hitchens'in əsərini oxuyarkən mən bir neçə səhv məqama rast gəldim. Orada xristianlıq və İslamı əsas götürür. Öz kitabında Tanrı böyük deyil. Əsərin adı belədir. Və gördüm ki, Hitchens İslam və xristianlığa qarşı elə fikirlər səsləndirir ki, bu bir növ nifrətdən doğan fikirlərdir. Yəni bunu oxuyanda belə insan başa düşür bu nifrətdən doğan fikirlər. Yəni tənqid deyil və yaxud da rasional bir yanaşma deyil də. Orada məsələn Augustin uşaqları öldürməyə əmr vermişdi. İslamda nə bilim İslam ölkələrində terrorizm var. İslam terrorizmə də səsləyir insanları, gəncləri xüsusilə. Və sonda bir prinsip qoyur ki, Tanrının varlığına dair dəlil olmadığını görə Tanrını biz dəlil olmadan rədd edə bilərik də. Yəni teistlər dəlil vermədən rədd edə bilərik filan. Bu cür fikirlərlə tanış oldum. Amma təhlil edəndə gördüm ki, Hitchens'in fikirləri həm nifrət də oldu, həm də çoxsu yanlışdı. Hətta buna tənqidi əsərləri mən oxudum. Yəni qərəzli yanaşmadan buna tənqidləri oxudum və gördüm ki, bu teoloqların tənqidləri Hitchens'in tənqidləri kimi emosional və yaxud da nifrətə əsaslanan tənqidlər deyillər. Hətta onlar gəlin səmimiyyətə çağırırlar. Yəni Hitchens'in özünü bir növ səmimiyyətə çağırırlar və yaxud da bir növ sülhə çağırırlar, belə deyək. Sonra Dawkinsin əsərini oxudum. Tanrı illüziyası adlı əsərini oxudum. Ki Dawkinsin də yanlış olduğunu düşündüyüm iddialarından əsası bu idi ki, Tanrıya inanmaq irrasional. Yəni birbaşa o kitabda belə bir dəlil gətirir ki, Tanrıya inanmaq rasionaldır, da doğrusu arqument gətirir dırnaq arası. Və William Paley'in yəni dizayn dəlilini tənqid edir də. 19-cu əsrdə ortaya qoyduğu dizayn dəlili var ki, məsələn biz təbiətdə nizamlığı görürük və həmin o nizamlıq insan gözü və saatla nümunə gətirir. Orada saat və saatsaz arqumenti. Ona tənqid edir, sonra təkamüllə ona tənqid gətirir. Və deyir ki, din irrasionaldır, dinlər irrasionaldır. Yəni dinə inanan insanlar məntiqsizdirlər, məntiqsiz düşünürlər. Bir növ mədəni dildə, yəni dinə inanan insanları axmaq adlandırır da, belə deyək. Mədəni dildə, mədəni üslubda, fəlsəfi üslubda belə adlandırır. Mən həmin dövrlərdə özümü çox rasional tərəf hesab edirəm də. Yəni ateizm rasionaldır, dinlər, dinə inananlar irrasional düşünürlər, məntiqsiz düşünürlər. Amma bir tərəfdən də araşdırıram. Çünki içimdə şübhə var. Yəni qanı hiss edirəm ki, qanı olmamışam da belə. Mən fəlsəfə nə qədər araşdırdımsa, mən başladım hətta ateizmdən uzaqlaşmağa. Bir dönəmdən sonra gördüm ki, artıq mən ateizmlə özü də belə şey eləyə bilmirəm. Yəni qəbul eləyə bilmirəm fikirlərini də. Mənə zidd gəlir də, razılaşmıram. Məsələn, Tanrı yoxdur fikrinə razılaşa bilmirəm. Çünki gördüm ki, xüsusilə məntiq elmi oxuyandan sonra Asim qardaş gördüm ki, məntiq elminə görə bu iddianın yükü o qədər ağırdır ki, yəni isbat oluna bilməz məntiqi olaraq. Və mən düşündüm ki, məntiqi olaraq bu iddianı mən isbat edə bilmirəmsə, mənim öz mövqeyimlə, deməli mənim mövqeyim özü irrasional olur. Yəni məntiqə əsaslanmamış olur. Çünki isbat verə bilmirəm buna dair. Və gördüm ki, ateistlər nə edirlər? Yəni burada bir şey kəşf elədim. Teistlərin irəli sürdüyü dəlilləri tənqid edərək öz mövqeylərini, öz yanaşmalarına əsaslandırmağa çalışırlar. Amma özlərinin ortaya qoyduğu bir konsepsiya yoxdur. Yəni arqument yoxdur. Bəli. Sadəcə bir arqument görürəm ki, o şər problemi idi. Ona da yetərli qədər məsələn cavablar verildiyini düşünürəm və çox cavablar, həddindən artıq çox cavablar verilib. Deduksiya deyirlər də o şər problemini həll etmək üçün. Cavablar bunlardan biri Leibnizdir məsələn. Mən birinci səbəb mövqeyin rasional olmasını mən araşdırırdım və gördüm ki, yox, bu mövqe rasional deyil. Fəlsəfəyə gəlincə mən belə deyərdim də, mən əgər fəlsəfəni daha dərindən araşdırmasaydım Asim qardaş, hətta mən düşünürəm ki, ateist olmaqda səbəb insanların fəlsəfəni səthi bilməyidir. Elə bilirlər ki, filosoflar çoxu ateist olub,
dinlərə qarşı olub Allahı inkar ediblər. Elə bilirlər ki, fəlsəfə məsələn rasional, əqllə insan bunu əldə edə bilməz. Halbuki əql Allahın insana verdiyi böyük nemətlərdən biridir ki, o qədər böyük bir nemətdir ki, sən nöqtə boydasan bir aləmdə və nöqtə boyda olduğunu dərk edə bilirsən. Allahın qüdrətini dərk edə bilirsən. Bu əql o qədər böyük bir nemətdir. Və mən artıq gördüm ki, mənim əlimdə olan arqumentlər ki var, yəni dırnaqarası arqumentlər ki var, artıq onlar çöküb. Və mən bir tərəfdən də problem yaşadığım bir şey nə idi? Mənəvi problem. Mən bəzən deyirəm ki, ateizm bir tərəfdən mənəvidir, çünki özüm yaşamışam da. İnsanın içində bir inadkarlıq olur da, belə qəbul eləmək, istəməmək. Bir növ, məsələn, məşhur ateist var, Thomas Nagel, öz əsərində qeyd edir ki, mən Tanrıya inanmaq istəmirəm. Yəni həmin vəziyyətdə idim. Amma sonra gördüm ki, istər dəyərlər sistemi olsun, istər münasibətlər olsun, istər həyata baxış olsun, hər bir şeydə, yəni Allahın varlığının, Allahın yəni mahiyyətinin təsirini mən görürəm real həyatda və tarixin özünə baxanda mən yəni Allah anlayışını görürəm. İnsanların bir ulu varlığa inandığını mən görürəm və onun qüdrətindən şübhə eləmədiyini görürəm. Məsələn, adi politeistlər belə uzaq yaradan anlayışına sahibdirlər, yəni böyük tanrı anlayışına sahibdirlər. Yəni onların tanrılar arasında belə ən böyük tanrı var məsələn ki, biz bunu görə bilirik. Və bu təkəbbür mənə imkan vermir. Digər tərəfdən mən TikToka gəldim. 2022-2023-də TikToka gəldim. Yayımlara qalxmırdım da. Yəni ilk gəldikdə yayımlara qalxmırdım. Gördüm burada da ateistlər var. İlk dəfə burada Elman adlı bir ateist profili var. A hərfi ilə o vaxt Kidness profilinə yayım açırdı. Və gördüm ki, yayım aparılır, o təkamüldən falan danışılır. Həmin dövrlərdə ən çox təkamül danışılırdı da. Yəni təkamülü arqument kimi istifadə edirlər ki, yaradılış yoxdur və təkamül var. Din çöküb filan belə. Darwinizm daha doğrusu müdafiə edirlər. Mən yayımlara qalxırdım. Sonra yayımlara qalxmağa başladım. Təbii ki, bir neçə dəfə mən özüm də yayım açdım, Asim qardaş, və fəlsəfədən danışmağa başladım yayımlarda. Və ateist dostlarımız başladılar mənə irad tutmağa. Fəlsəfə yox, ayə danış. Yəni Qurandan ayələr danış, yəni Bibliyadan ayələr danış. Mən dedim ki, bu metod olaraq xətalıdır. Yəni bir ateistin ayət gətirməsi Qurandan, yəni orada səhv axtarması xətalıdır. Və yaxud da bir şəxsin həyatında səhv axtarması xətalıdır. Dedilər, niyə xətalıdır? Dedim, çünki sən vəhyi inkar edirsən əvvəlcədən. Sənin öngəbulların var da. Sənin öngəbulların biri budur. Dinlər yalandır, vəhiy yoxdur, Allah yoxdur. Sən bu öngəbullarının Allahın varlığını danışmadan heç vaxt vəhiyə gələ bilməzsən. Tanrı niyə vəhiy göndərmədi? Bu məsələni müzakirə edə bilməzsən. Birinci məsələ Allahın varlığı məsələsidir. Və gördüm ki, buradakı ateistlər heç bir o məsələni müzakirə edə bilmirlər. Yəni Allahın varlığında sırf müzakirə edə bilmirlər. Mən neçə dəfə görmüşəm ki, məsələn, güclü bir, bilikli bir inanclı insan gəlir. Bunlara sual verir ki, gəlin birinci Allahın varlığından danışaq. Yəni bunlar belə bir yanaşma qoyur. Baxıram ki, mövzudan qaçırlar. Yəni Allahın sırf varlığı mövzudan qaçırlar. Yüzlərlə dəfə olub bunlarla. Eyni söhbət. Bəli. Və sonra mən tənqid elədim ki, bu ateizm deyil. Hətta mənə bir neçə nəfər tənqid edir ki, bu ateizm deyil. Və həmin ərəfələrdə Asim qardaş, mənim yayımlarımı izləyən bir adam var. Tariyel Abdullayev Yaşıl Elm platforması vardı. Azərbaycanda Facebookda belə görmüsünüz yox, Yaşıl Elm. Həmin Yaşıl Elm platformasının sahibi özü mənə yazdı, yayıma gəldi, əlaqə saxladı. Mənə dedi ki, bəs mən görürəm sən kifayət qədər biliklisən, məsələn, fəlsəfi məsələlərdə, digər ateistlərdə fərqlənirsən filan. Bəs istəyirik ki, biz bir cəmiyyət quraq, yəni ateizm cəmiyyəti quraq. Yəni Azərbaycan ateizm cəmiyyəti, AAC belə bir loqo ilə filan və sən yığasan da, yəni insanları ora yığasan, nə qədər ateist düşüncəli insanlar varsa ora yığasan, biz hər şeyə, yəni sizə dəstək veririk də. Sadəcə sizin məqsədiniz odur ki, bu düşüncəni, yəni azad düşüncə adı ilə, məsələn, bu düşüncəni yaymalısınız və yaxud da bir növ bu düşüncə ilə böyüdündə auditoriyaya xitab edin, bu düşüncə ilə, ateistik düşüncə ilə. Sonra dedi ki, niyə? Bəs nəyə əsaslanır? Deyim də, ümumiyyətlə missiya belə deyim, tam missiyanı mən bilmirdim, amma məqsəd bu idi ki, mən bildiyim qədərilə, yəni Talib bəyin dediyi qədərilə ki, Azərbaycanda məsələn çox radikal qüvvələr falan var. Biz bunlar, yəni motivasiyadır da, bir saxta motivasiya. Mən bilirəm ki, Azərbaycanda radikal qüvvə yoxdur da. Yəni radikal İslam Azərbaycanda yoxdur belə bir şey. Yəni biz real həyatı görürük praktikada. Dedi, bəs nə qədər gənc tanıyırsansa yığ ətrafına. Mən dedim, mən düşünərəm və sonra nə etdim? Gördüm ki, bu TikTokda olan ateistlər ki var, mən bunları ətrafıma yığa bilmərəm. Asim bəy, nəyə görə yığa bilmərəm? Çünki baxıram ki, bu adamlar həm radikaldılar, həm inanclı kütlədə, inanclı insan toplumunda bir aqressiya yaradıblar. Mən əgər bunların tərəfində olsam, onların aqressiyası mənə də görünəcək. Yəni çünki aqressiya da var da. Yəni deyəcək bu da bunlardansa bunların içindədir. Bu da bunlar kimi radikaldır, dini söyəndi, peyğəmbərimizi təqdir filan. Mən o fikri biraz yəni təklifi biraz gecikdirdim.
Yəni qəbul eləməyi gecikdirdim. Sonradan digər ateistlərlə Tahir bəy belə deyək də bu təklifi irəli sürdü. Gördü ki, alınmır. Yəni heç cür alınmır da. Yəni bu ateistlər o bizə deyir ki, biz elə eləməliyik ki, radikal olmamalıyıq. Radikal olsaq biz uzacağıq da, yəni məğlub olacağıq. Çünki biz deyirik inanclılar radikaldan, biz özümüz radikallıq eləsək səhv olacaq. Yəni bir növ siyasət yürüdək də, belə deyək, çox belə sakit, ədəbi üslubda. Amma belə bir ateist yox idi. Yəni bunu apara biləcək insanlar olmalıdır, səbirli insan, əxlaqlı insan, yəni o üslubda danışa biləcək insanlar olmalıdır. Və mən də dedim ki, əziz qardaşım, mən tutam ki, sabah debata çıxıram. Mən yanımda başqa bir ateist tapmıram da, yəni debata çıxmağa. Yəni yoxdur belə bir adam. Mən tək çıxmalıyam və yaxud da mən yayım açıram. Yəni yayıma gələnlər ancaq ayət danışırlar. Mən yəni bu nə anormal bir metoddur, yanaşmadır. Və sonradan mən araşdırdım. Bir müddət TikToka falan girmədim. Yəni arası bir neçə ay ərzində TikToka falan girmədim araşdırmalara görə. Və TikToka qaydanda mən inanclı olduğumu bildirəndə ki, mən ateizmdən uzaqlaşmışam. Həmin dövr demirdim inanclıyam, dedim ateizmdən uzaqlaşmışam da. Gördüm mənə qarşı bir də aqressiya çöndülər. Halbuki yəni onlar bilsən məni şey kimi görürlər, çox böyük bir şəxs kimi. Bütün yayımlarda moderator idim. Bütün yayımlarda yəni ən başda yerə alırdım mən. Yəni və hətta debat eləyəndə məsələn mənə yazırdılar ki, qardaş məsələn bir inanclı bir yeri bir insan gəlib gəl ona məsələn diskussiya debat elə filan. Məsələn mən gəlirdim, gördüm ki, məsələn bir nəfər inanclı insan qalxıb, məsələn fizikdir. Məsəl üçün indi var məsələn fizikdir, təsadüfən qarşısına çıxır, qalxır yayıma ki, siz fizikadan səhv danışırsınız. Bunlar görürlər ki, mən bunun tərəfini niyə danışıram? Görürəm ki, bu inanclı insan haqlıdır da. Yəni düz deyir. Fizik olmayan bir insan fizikada populyar səviyyədə danışa bilər. Mən də deyirəm ki, bəli, bu düzdür. Və baxıram ki, bunlar məni qınayırlar ki, sən niyə onun tərəfi saxlayırsan? Deyirəm, bu adam düz deyir axı. Mən nəyini bu adamın inancını qoyaq qırağa, bu adam düz deyir də. Yəni bu adam deyir ki, fizik olmayan adam populyar fizikadan danışa bilər, ancaq onun professional tərəfindən, onun yəni dərinliklərindən danışa bilməz. Haqlıdır bu adam. Və gördüm ki, bu insanlarda həm təkəbbür var, həm qürur var, həm ego var, həm də artıq inanclı olandan sonra mənə qarşı nifrət yaranmışdı. Və mən də Asim qardaş gördüm ki, yəni bu kütlə ki var, bu düşüncənin yayılması təhlükəlidir. Bizim mənəvi dəyərlərimiz üçün təhlükəlidir, bizim milli dəyərlərimiz üçün təhlükəlidir. Yəni bizim ümumiyyətlə cəmiyyətimiz üçün təhlükəlidir. Nəyə görə? Çünki bu insanlar radikal bir təfəkkürü yayırlar, radikal bir düşüncəni yayırlar. O da necə yayırlar? Məsələn, yayımlara getsəz, hər bir insan bir yayımı 10 dəqiqə, çox yox, 10 dəqiqə izləsə, onların metodu ilə tanış olsa, görər ki, yəni bu tamamilə. Məsələn, mən baxıram gənclərdir, gəncdir, gəlib düşüb məsələn buranın arasına, o da olub radikal. Mən gənci qınaya bilmirəm. Nəyi qınaya bilmirəm? Çünki onun düşüncələri hələ yoxdur. Yəni öz dünya görüşü yoxdur və öz dünya görüşü olmadığına görə onun yəni beynini yumaq rahatdır da. Yəni radikallıqla, ekstremizmlə, ateizm kimi rasional görsənən düşüncələrlə yumaq rahatdır. Və o gündən mən özümə borc bildim ki, yəni bu düşüncələrə qarşı biz hamımız, yəni nə qədər ki, məni dəstəkləyən insanlar da var idi, çox sağ olsunlar. Mübarizə aparmalıyıq. Çünki mən yayımları neçə dəfələrlə tənqid elədim buna görə. Hətta mən ateist vaxtda bir dəfə söymüşdülər buna görə. Mən demişdim ki, Məhəmməd peyğəmbəri İslam peyğəmbərini təhqir ediblər yayımda, canlı yayımda. Mən də o yayımda olmuşdum. Qalxıb demişdim ki, bu şərəfsizlikdir də. Yəni belə biraz əsəbləşmişdim. Demişdim ki, bu şərəfsizlikdir. Sonra mən yayımdan atdılar ki, sən söyüş söydün. Təsəvvür edirsiniz. Mən deyirəm ki, cəmaətin dəyərini təhqir etmək, yəni cəmaətin mənəvi dəyərli, dini dəyərini təhqir etmək, həmin o şəxs müsəlmanlar üçün bir dəyərli bir şəxsdir, bir mənəvi dəyər daşıyır. Siz onu təhqir etsəz bu şərəfsizlikdir. Məni aşağı atırlar ki, sən söyüş söymüsən. Halbuki bunu deyən insan yuxarıdadır da, yəni misafirdədir. Və ondan sonra bu insanları mən daha yaxşı belə də tanımağa başladım ki, bu insanlar ya aydın düşüncə, o dedikləri, o dildə dedikləri şeylər yoxdur. Və yaxud da özlərinə motivasiya qazandırdıqları ki, dindarlar, radikallar, nə bilim, bizim gənclərimizi Suriyaya falan döyüşməyə göndərirlər. Hətta belə düşüncələr də var. Bunlar hamısı yalan, cəfəngiyat düşüncələrdir, ideyalardır. Və bu ideyalar gərəksiz, hətta çox nifrətli, çox pis bir məqsədə xidmət edən onun belə boyalarıdır. Bu boyadır sadəcə, həmin düşüncələrin boyalarıdır ki, onlar öz nifrətini yaymaq üçün çalışırlar. Mən buradan bir şey demək istəyirəm son olaraq əziz qardaşlara. Xahiş edirəm ki, onların canlı yayımlarına getməyin. Yəni bilirəm ki, zaten özünə hörmət edən insanların yayımlarına getmir. Sadəcə bəzən görürəm ki, bir tanış olur, bəzən görürəm ki, harda görmüşəm o yayımda qardaşı. Gedir qalxır ateist yayımına sual verirlər. Öz məsələn gəlini alarsan, bacını siğəyə verərsən filan filan. Yəni bu lazım deyil. Belə eləməyin, getməyin. Həqiqətən onları məşhur edən inanclı insanlardır.
Çox Çox sağ təşəkkür ol. edirəm Asim bəy. Çox sağ ol. Çox Sərxan, sağ olun. qalsan minlə qal, yəni müzakirə et, çünki sən Tamam, çox problem deyil az qardaş. mövzularda danışırsan. Yəni bir iki nəfər də qaldıracağam, bir iki dənə söz deyim, sonra sizə də söz verəcəm. Birincisi, misal üçün də bu İbn Teymiyyanın bir sözü var. Deyir ki, bu elmlər yoxdur, kəlam elmi, fəlsəfə elmi. Bu elmlərə birinci girən insanlar, onlar elə bilirlər ki, nəsə qeyri-adi bir şey tapıblar. Salam aleyküm bir daha. Aleykümselam. Bir dənə qardaş, icazə mute eləyin, zəhmət olmasa hamıya söz verəcəm. Sonra isə deyir, ondan bir müddət orada qalandan sonra, uzun müddət qalandan sonra deyir, nə edirlər? Onun mahiyyətini başa düşürlər. Amma ortada qalanlar, deyir, ən çox ortada qalanlar bunlar ən təhlükəli olurlar və başlayırlar öz ətraflarına çağırmağa. Yəni bu cür Azərbaycanda da belə deyək də, xüsusilə də oxumaq qabiliyyəti olmayan, araşdırmaq qabiliyyəti olmayan, zaten də bu məsələlər çətin məsələdir, fəlsəfə məsələsi, məntiq məsələsi. Bunlar ağır məsələlərdir. Bunları əgər doğrudan sizin zərurətiniz, ehtiyacınız yoxsa bu məsələlərə girməyin. Bu məsələlərə belə şövqünüz olmasın. Yəni sizə fayda verən, yəni şeylərlə, necə ki Peyğəmbər sallallahu əleyhi və səlləm bizə tövsiyə verir. Ehrasanə müəyyən fərq. Sənə fayda verən şeyə həris ol. Sonra yəni bu ateistlər məsələsinə gəlincə isə, və bunların o mövzularına gəlincə isə, onlar elə bir lap səthi yox, biraz ortada olan bir şeylərdirlər, amma tam dərinə də gedib o dediklərinin əksinə, iddia etdiklərinə zidd olduğunu başa düşməyən insanlardır. Aydındır? Ona görə izləyicilərimizə fərq etməz, istər şiə olsun, istər əhl-sünnə olsun, dindar insanlara tövsiyə edirik ki, o canlılara getməyin. O canlılarda gedib yəni özünüzü çətin vəziyyətə qoyursunuz. Salamlayıram hər Təhqir bir olmaz, kəsi. heç kim birbirini təhqir eləməsin, xahiş edirik. Bəli, adı müraciət etməyə baxımından rahatlıq olsun deyə adım Hüseyndir. İlk öncə onu deyim. Salamlayıram hər bir kəsi. Demək, ilk öncə bunu deyim ki, hansısa dinə söz atmaq məncə mən gördüyüm qədərilə bu yayımın mövzusu deyil. Yəni dinə zada söz atmaq. Məsələ bəzi dar düşüncəli kütlədən gedirsə söhbət. Məsələn, mən Sərxanla bir-birimizi biz tanıyırıq da əvvəldən. Mən bu baxımdan bir fikir bildirmək istəyirəm ki, öz şəxsi təcrübəmdən. Mən keçmişdə ateist olduqda belə bir problem yaşamışdım ki, artıq bir vaxtdan sonra şəxsi düşüncələrim dəyişdi və mütləq bir yaradıcının olduğunu qəbul elədim, iman gətirdim. Və mən ilk yayınımı açanda belə deyim, bu məsələ üzrə artıq dini bir perspektivdən bir tanrının olduğunu qəbul edirdim və həmin mənim belə necə deyim, böyük kimi gördüyüm və ya bilikli saydığım insanlar mənim yayınıma gəlib başladılar məndən istehza eləməyə. Həmin elə Sərxanın da danışdığı insanların bir çoxu. Necə? Ya məsələn, sən başını itirmisən, nə bilim nə. Hətta Sərxan bunu mənə demişdi ki, mənim xristian olduğumu biləndə, hətta deyəsən biri Sərxana götürüb yazıb, nə bilim, bu uşaq xristian olub, bunu başa salın, nə bilim nə. Sanki bir dənə düz bunlarıymış, mənsə yolumu azmışam. Və mən həqiqətən deyirəm, sözün əsl mənasında. Mənim sadəcə orada bəzi gənclərə yazığım gəlir ki, onlar öz vaxtlarını səmərəli istifadə edə bilərlər, lakin düşürlər belə 50 yaşında, 60 yaşında həyatda heç bir məqsədi olmayan, heç bir nailiyyəti olmayan, radikal düşüncəli insanların arxasıca və başlayırlar absurd düşüncələrin dalaca getməyə. Kimisə peyğəmbərini təhqir edirlər, kimsə müsəlman olduğu üçün onu təhqir edirlər. Ya hətta neçə dəfə qarşılaşmışam, emosional suallar verirlər. Məsələn, müsəlman bir ermənini qardaşın kimi qəbul edərsən, ya xristian bir ermənini qardaşın kimi qəbul edərsən, yol yaradırlar ki, bu insan cavab versin, ya da cavab verə bilməsin, qərarsız qalsın, bu insanı söysünlər. Yəni özüm şahid olmuşam bunun. Yəni bu kütlə ya məsələn Bəli. Ya məsələn mən niyə mən müsəlman dostlarımız əsla mənə səhv başa düşməsinlər, sadəcə cəmiyyətimizin çoxu əksəriyyəti müsəlmandır. Məsələn, müsəlman bir şəxs qalxır yayına, sadəcə diskussiya eləməyə çalışır da, çox bilikli bir insan deyil. Öz dinini müdafiə edəcəyi qədər biliyi yoxdur. Bir vaxtdan sonra başlayırlar məzələnməyə. Sən əksinsə meyillisən, suallar verirlər, nə bilim, bunu qardaşın kimi qəbul edərsən, onu qardaşın kimi məzələnməyə başlayırlar, istehza eləyirlər, məsxərəyə qoyurlar o insanın dinini belə. Və artıq bir vaxtdan sonra
və deyirlər ki, biz tolerantıq, ya hörmətlə yanaşırıq, ya nə bilim. Mhm. Dəhşət, düzdür qardaş, gözümlə görmüşəm. Bəli. Dəhşətdir, həqiqətən dəhşətdir. Çünki biz götürsək cəmiyyətimiz, yəni həqiqətən deyirəm, 30 il sonra belə ateist olmaqdansa, nəyəsə görə demirəm, biliksiz bir insan olsunlar, müsəlman və ya xristian olsunlar, ondan yaxşıdır. Nəinki bir insan biliksiz ola bilər, amma bir insanın bu formada radikal, tərbiyəsiz bir formada həyat sürməsindənsə, o insanın biliksiz olması daha yaxşıdır. Çünki insanları təhqir eləməkləri bir yana, biri var bu insanların səhvi ola, biri də var bu insanları dininə görə təhqir edirlər. Və neçə dənə, məsələn, qoca kişi gəlir, heç yaşına hörmət etmədən özüm qarşılaşmışam. Məsələn, qoca bir kişidir, biliyi azdır, amma bildiyindən Allah haqqında danışmağa çalışır. Allaha olan imandan danışmağa çalışır. Qadir kişiyə deyir ki, ay dayı, sən nə qədər danışsan, sənin uşaqların var. Allah onlar sənin əlində necə dözürlər. Nə bilim, bu qədər danışmaq olar, nə bilim, nə düşünmür ki, yəni deyir ki, o uşaqların nə günahı var? Bəs valideynlərin nə günahı var ki, sənin kimi bir dənə tərbiyəsiz oğullar var? Bəli, çox. Bunu mən gözümlə şahidi olmuşam. Məsəl üçün çıxır, məsəl üçün adi insanla söhbət edir, deyir ki, sən deyir əks cinsə meyllisən. Bu da çaşır qalır, yəni indi kişidir də. Bu sözün yeri deyil axı. Sən bunu niyə atırsan? Bəli. Və o ateistlərlə biz debata girəndə, adətən də burada qardaşlar tanıyırlar da, biz canlılarımıza da kifayət qədər səbirliyik. Mən söyür, yalancıyıq, biz cavab qaytarmırıq onlara da. Aydın da aşağıda da qəti qadağan edilir ki, izləyirəm özüm. Söyür varsa birbaşa şeyə gedir. Yəni səssə gedir, davam edərsə bloka gedir. İkimizə də mən çox təşəkkür edirəm. Yəni həqiqətən də və biz yəni belə deyək də bizim canlı yayımda xristianlığa qarşı söz deyilə bilər. Yəni necə ki bizim şeydə tənqid oluna bilər. Bizim Alfiya adlı Yahudi izləyicimiz var. Biz onu həmişə neçə dəfə yəni canlı yayıma qaldırırıq, yəni hörmətlə söhbət edirik. Aydındır. Hətta məsəl üçün bəzində yazışma olur. Məsələn, o yəni fikrini xristiana qarşı yazır, mən ona yəni heç nə yazmıram yəni. Çünki dəvət əxlaqlandır da, əxlaqlandır. Bəli. Bizim də bura qaldırsaq, məsələn, əgər biz sabah mövzu götürsək xristianlıq, yəni biz də Allahdan, yəni necə ki axtarmısınız, elhamdülillah, ateistdən uzaqlaşmısınız, bu yəni çox böyük bir yəni nailiyyətdir. Allahdan da sizin üçün tam yəni ixlasla, səmimiyyətlə Allahdan kamil hidayət istəyirik, necə ki özümüzə istəyirik qardaş, yəni Allahın tövhid dininə üz tutmağınızı istəyirik, araşdırmağınızı istəyirik, yəni. Amma yəni yenə də ateizmə qarşı, yəni bu cür o yol keçmisiniz, biz bunu təqdirə uyğun sayırıq. Həqiqətən təqdirə uyğundur. Çünki bu gün bu Azərbaycanda misal üçün də mən misal üçün sizin neçə yaşınız var qardaş? Mənim hal-hazırda 22. Mənim hal-hazırda 22 yaşım var. Yəni mən yəni sənin o profilinə də şəklə baxıram, yəni mənim oğlumla elə bir qardaşsınız da, çox oxşuyursunuz. Bizə mən sizə yəni belə də yəni kiçik qardaş kimi, bir əmi kimi baxıram aydındır və mən o cümləndə sizlə danışacağam. İndi o biti qardaşın adı nə idi? Hüseyn qardaş, Hüseyn. Hüseynlə tanışdığım yoxdur. Belə amma onunla inşallah söhbət edərəm. Mən bir yəni Azərbaycan gənclərinə bir yəni əmi kimi belə də özümüzün də həm də bizi hələ də möhkəmi, yəni elhamdülillah cavan sayırıq özünü, amma yaşımız keçir və bugün 42 yaşım, 43 yaşım var mənim. Sabah mənim kimi burada da çox adam var. Sabah 50 olacaq, 60 olacaq və dünyadan vidalaşacaq. Bəlkə də produktiv, yəni ömrümüz 10 il, 12 il belə qalıb da, düzdürmü? Və biz doğrudan da çox istəyirik ki, Azərbaycan gəncləri intellektual olsunlar. Dini də araşdıranda düzgün formada, səmimi formada araşdırsınlar. Yəni haya-küyə getməsinlər. Bir dəstələrin belə deyək də çox olmasından və bir dəstələrin bir yerə yığışmasından fərəhlənib onlara oxşamağa çalışmasınlar. Yəni bu din məsələsi də bu futbol oyunu deyil ki, mən məsəl üçün Real Madrid tuturam, sən yəni Barcelona tutursan. Bunun cəmiyyətə, insanın birinci öz həyatına, ailəsinə və yaşadığı cəmiyyətə çox böyük, həmçinin yaşadığı dövlətə çox böyük təsiri var. Aydındır? Çox böyük təsiri var. Ona görə də bu məsələləri belə yəni götürməyin. Bir də yəni həmişə dediyimiz kimi səmimi olmağa çalışın. Doğrudan səmimiyyət hər bir şeyin açarıdır.
səmimiyyət hər bir şeyin açarıdır. Səmimi olmayan insan hara gedərsə o yolda heç nəyə nail olmadan qayıdar. Yəni mən istəyirəm ki, doğrudan da misal üçün Sərxan sən, Hüseyn sən, nəinki yəni bu mövzuları araşdırsam üçün istəyirəm ki, dünya elmində də nail olasınız, gözəl iş qurasınız və bilmən əmi kimi yəni sizə yol göstərməyə, yəni istər karyera cəhətdən, istər biznes cəhətdən yəni hazıram. Səmimi olaraq yəni bunu sizə tam səmimi sunmağa hazıram. Niyyətimiz odur ki, xalqımız doğrudan da intellektual, uca mənəviyyatlı gənclər yetişdirsinlər. Aydınmı? Bunu doğrudan Bəli. çox söylüyorum. Bəli. Ali 959 Rusya deyir ki, Sərxan qalxım mən, qalxıb bunu nə Hə, demək istəyir? ay kişi. Yox, qalxmaq istəsə qalxsın, bu tanışdır ona görə. Hə. Kamran qardaş, siz də bir şey deyin, siz də qalxmısınız. Hə, Kamran qardaş bayaqdan qalxıb. Bəyənmələri dayandırmayaq da, çox zəif gedir. Bu cür maraqlı canlı yayım, yəni mən görməmişəm. Yəni, Salam aleykum. Aleykum salam. Xahiş edirik, bəyənmələri dayanmadan 2-3 dəqiqə basaq ki, bu şeyə qalxsın da, heç olmasa bu yuxarı qalxsın. Da o 15 dənə cəmi hədəf qalıbdı. O hədəfi də yəni tamamlayaq da zəhmət olmasa. Mən də Asım müəllimin dediklərini hamısını üstünə bir də yanından bir də böyük bir müsbət yazıram. Allah razı olsun. Asım müəllim hamısını düzgün vurğulayır. Bizim bu cür intellektual gənclərə, imanlı gənclərə, çünki bunlar hamısı bir-birini tamamlayan bir şeylərdir. Bir gəncimiz ki, özündə imanı, elmi, həm dünyavi, həm dinini bilən, bunları hamısını cəmləsə, bu çox böyük bir dövlətimiz üçün, millətimiz üçün çox faydalı olar. Bu Bəli, çox bəli, vacib tamam. şərtdir. Hə, Tamam, öyle. buna görə Asım müəllim də sağ olsun. Asım müəllim məsəl üçün biz bilirik ki, burada dedisə mən dəstəyəm. Həqiqətən bu cür gənclərə biz inanırıq ki, Asım müəllim də nə gücü, nə imkanı varsa dəstək olar. Sözünüz üstündəyəm, həmdülillah.